Salam, mən defektolog loqoped Ulduz Aliyeva. Hər gün bir nitq pozuntusu haqqında məlumat verirəm. Gün 1. Bu gün biz uşaqlarda ən çox rast gəlinən nitq pozuntusu olan dislaliya haqqında danışacağıq. Əgər sizin də övladınız səsləri düzgün tələffüz edə bilmirsə və ya başqaları ilə əvəz edirsə, bu video sizin üçün çox faydalı olacaq. Sadə dildə desək, dislaliya eşitmə qabiliyyətinin və nitq aparatının, yəni dil, diş, dodaq quruluşunun normal olduğu halda səslərin düzgün tələffüz edilməməsi. Məsələn, uşaq r yerinə y deyir, s səsini fısıltılı çıxarır və ya bəzən səsləri ümumiyyətlə buraxır. Səbəblər müxtəlif ola bilər. Uşağın nitq aparatında zəiflik, məsələn, əzəllərin süst olması, evdə uşaqla uşaq dilində danışılması və ya uşağın ətrafdakı insanların səhv tələffüzünü təqlid etməsi. Valideynləri ən çox düşündürən suallardan biri də budur ki, nə vaxt loqopedə müraciət etmək lazımdır? Unutmayın, hər yaşın öz səs inkişafı var. Amma əgər övladınız 4-5 yaşındadırsa və hələ də nitqi anlaşılacaq şəkildə deyirsə, artıq peşəkar dəstək almaq vaxtıdır. Vaxtında düzəlməyən dislaliya gələcəkdə məktəbdə yazı və oxu problemlərinə yol aça bilər. Övladınızın nitqindəki kiçik bir problem onu gələcəkdə özgüvəninə təsir etməsin. Suallarınız varsa, rəy bölməsinə yazmağı unutmayın. Növbəti videoda görüşənədək. Hələlik!